Salam dəyərlərimə xoş gəldiniz. Evli cütlüklər haqqında belə bir məsələ var. 6 evli cütlükdən 4 nəfər seçilmişdir. Seçilənlər içərisində yalnız bir evli cütlük olması ehtimaldır. İndi bu evli cütlük isə deyək ki, bu A1, A2 deyir bura, A1, B2 və s. C1, C2 yaradan D1, D2 Y1, Y2 olsun, bir dənə olsun F1, F2. Buradan 4 əlverişli hallar bizdə belədir ki, yəni yalnız bir evli cütlük deyirsə, burada hər hansı birdən bir evli cütlük seçdi. Qaldı neçə nəfər? 6-dan bir üsuldan seçdi. Bu yalnız bir evli cütlük. Qaldı burada 5 dənə evli cütlük qaldı. Deməli, bu 5 evli cütlükdən elə seçməliyim ki, bunlar evli cütlük olmasın. Ona görə burada belə deyil, 5 dənədən tablozon bunu 5-dən 2 üsuldan seçə bilərəm. Yəni, tutaq ki, B1, C1, B1, C2, C2, D2 və s. Bunların da biri bəy, biri xanım olduğuna görə, 2 üsuldan seçdiyinə görə olacaq 2-nin ibarət. Bu bizim əlverişli hallarımızın sayıdır. Əlverişli hallar. İndi ümumi hallar necə olacaq? Ümumi hallar isə, deməli, 4 nəfər seçilənsə, 6 evli cütlükdə 12 nəfər var. Ümumi hallar isə kamımızın 12-dən 4 üsulu. Hadisənin ehtimalı bərabərdir. Bu hesablama tərəfidir. Əsas bunun mahiyyəti. Kamımızın 6-dan 1 bölünsün, kamımızın 5-dən 2 bölünsün, 2-nin ibarət 4 bölünsün, 12-dən 4. Və bunu həll edirik, cavabı tapırıq. Bu da gözəl bir məsələdir.